Salam aleyküm. Mən bugün sizləri Qurban Bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu bayram təkcə müsəlmanların deyil, bütün insanlığın bayramıdır. Əgər bu bayram olmasaydı, biz bunun bugünkü kimi qeyd eləməsəydik, biz qədimdə olduğu kimi qurban dedikdə öz yaxınlarımızı və yaxud gül balalarımızı kəsməklə qeyd eləməliydik. Bu təkcə müsəlmanların bayramı deyil. Bu eyni zamanda özünü insan hiss edən bütün varlıqların bayramıdır. Bu bayram bizi başka canlılardan həm də seçdi. Biz qurban deyəndə öz yaxınlarımızı, əzizlərimizi deyil, sadəcə başka canlıları qurban kəsməklə bir növ özümüzü xilas etmiş oluruq. Buna görə də kim ki özünü insan hesab edirsə, bu bayram onların bayramıdır. Dinindən, dilindən, əqidə və təriqətindən, milliyyətindən asılı olmayan bu bütün insanlığın bayramıdır. Bu münasibətlə bütün müsəlmanları, eyni zamanda qeyri-müsəlmanları təbrik etmək istəyirəm. Sağ olun, təşəkkürlər.